Salam xanımlar, bu günləri sizinlə makiyaj çantamı paylaşacağım. Hansı ki məhsullar gündəlik istifadə edirəm, onları bu makiyaj çantasına yığıram. Belə daha rahat olur. Yəni məhsulum çox olduğuna görə düzdür, sizinlə paylaşmamışam hələ makiyaj stolumu, amma ümid edirəm ki, bir gün paylaşacağam. Bu Fitmi'nin transparan pudrasıdır. Artıq 3 ildir istifadə edirəm. Yaxşıdır, amma NYX-lə Kiko istifadə etdiyimə görə onlara hələ çatmır. Sinozun nəmləndiricisi çox gözəl nəmləndirir, uzun müddət nəm saxlayır dərini. Yəni almağa dəyər bu nəmləndiricini, əgər üzləriniz çox qurudursa. Daha sonra belə bir sponj almışam Cosmetics'dən. Bu Real Technique'in sponjundan heç də geri qalmır. Çox gözəldir. Bu dodaq qələmi də çox yaxşıdır. Bunu Ayka tərifləmişdi, aldım. Həqiqətən də tərifə layiqdir. Miss qədər gözəldir. Hətta Miss dən də daha da yağlıdır. Bu Tempaleti səyahət boyda Revolution'undur. Demək olar ki, 3 ya da 4 ildir məndədir. Bir rəngi daha çox sevdiyimdən onu daha çox istifadə etmişəm, amma çox gözəl, yəni rəng seçimi var. Gündəlik istifadə etmək üçün yaxşıdır. Belə bir Vivian sabunun lineri var. Qəhvəyi rəngdədir. Mən bunu Rusiyadan Magnet Cosmetics'dən almışam. Düzdür, çox incə çəkmir, amma yaxşıdır. Miss Dais'in 769 nömrəli qələmidir. Bunu da bəzən makiyajlarda istifadə edirəm. Baxır hansına uyğun gəlirsə. Belə bir konsiler almışam. Əslində Pierre Sure deyəsən elə adlanır. Ondan alırdım. O daha çox gözəl idi. 03 nömrəsi. Çox gözəl qapadırdı. Amma bu rəngi tündür mənə. Həm də ki gözaltımı biraz qurudur. Ona görə də yəni Lamel'in konsilerinin altından istifadə edirəm. Belə bir qaş qələmidir. Vivian sabunundur. Demək olar ki, ancaq bundan istifadə edirəm. Hardasa bir 3-4 ildə ancaq bundan istifadə edirəm. Çox gözəldir. Bu Wet n Wild'ın bronzeridir. Tərkibində şimmer olduğuna görə parıldadır. Mən highlighter sevmirəm, amma bunu krem bronzerin üstündən vururam. Məhsulların bir hissəsini paylaşdım. Hamısı yerləşmədiyinə görə ikinci hissəni çəkməliyəm. Əgər sizin üçün maraqlıdırsa, şərhlərdə yazıb mənə bildirsəniz sevinərəm.